Arkadaşlar. Bu şerefsizin aşırı tırsmağa başlamışam. Döndü məndəyim hələ. Çünki o birisində oxuyuram. Seven Hearts Stories. Bunu da oxuyuram. Plus işdə oluram. Evə də gedirəm, pek oxuya bilmirəm. Ona görə yavaş ilerləyirəm. Amma bu var ha. Bir dənə suratına bax. Sanki bir sənəcə seri katil şey var ya bunda. Potensialı. Hər şey gözləyirəm bu arada bundan. Bu arada bu hekayəni çözə bilməmişəm. Burada yəni tehlikeli insanlar var, bilirəm. Amma necə? Doğaüstü varlıqlardır. Belə sihir büyü ilə falanla məşğul olanlardır. Yoxsa katillər nədir? Heç çözə bilmirəm. Bir də merak edirəm. Bir də oyun yavaş ilerləyir deyə şey edirəm də. Həvəsdən düşürəm, çıxıram. Ne olur bana ufacık spoiler verin. Prosto onu mənə deyin ki, bu tehlikeli adamlar nədir? Всё.